Bugündən qüvvəyə minmiş qanuna əsasən dövlət sektorunda çalışan şəxslərə eyni vaxtda tam ştatla bir neçə yerdə işləmək qadağan edilir. Yeni qanuna əsasən dövlət qulluğunda çalışan şəxsin başqa bir dövlət idarəsində ödənişli vəzifə tutmaq hüququ olmayacaq. Əgər dövlət qulluğunda çalışan şəxs eyni zamanda iki vəzifədə işləyəcəksə, o hər iki vəzifədən azad ediləcək, 2 il müddətinə dövlət qulluğunda işləmək qadağan olunacaq və həmçinin aldığı gəliri büdcə xeyrinə geri qaytarmaqla öhdəlikli olacaq. Onu da bildirək ki, bəzi istisnalar da mövcuddur. Müəyyən hallarda 1 illik razılıq əsasında şəxs 2 və ya daha çox dövlət müəssisəsində işləyə bilər. Məsələ ilə bağlı Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında teorik olaraq bir şəxsin eyni vaxtda 3 müxtəlif yerdə hərəsində 8 saat işləməsinin mümkün olmadığını bildirib. Onun sözlərinə görə bu praktika dəyişməlidir. Bu yolla həm xərclərin, həm də kadrların optimallaşdırılması baş verəcək və nəticədə dövlət xidməti daha düzgün şəkildə fəaliyyət göstərəcək.